Salam, bugün sizə bir çox qadının orqanizmində daşıdığı, amma xəbəri olmadığı infeksiya haqqında danışmaq istəyirəm. Bu insan papilloma virusudur. İnsan papilloma virusu çox hiyləgər virusdur. Bu illərlə insan orqanizmində qalıb, heç bir şikayət vermədən, heç bir əlamət vermədən qala bilir və uzun illərdən sonra bir çox ciddi uşaqlıq boynu xərçəngi kimi problemlərin yaranmasına səbəb olur. Uşaqlıq boynu xərçənginin 99% səbəbi insan papilloma virusudur. Orqanizm özü müəyyən periodda immun sistemimiz möhkəm olarsa, bu virusu orqanizm ata bilir. Ona görə də bəzən məsəl üçün müayinələrdə neqativ çıxa bilir HPV virusu. Bəs biz HPV virusunu necə aşkarlamalıyıq? Bu HPV skrininq testləri vasitəsilə rahatlıqla HPV virusunu müayinə edib aşkarlaya bilirik. Əgər HPV pozitivdirsə, bu zaman HPV-ni biz nəzarətdə saxlamalıyıq. Uşaqlıq boyunu zədələyib zədələmədiyini aşkarlamalıyıq. Bunun üçün pap test aparılmalıdır və kolposkopiya olunmalıdır xəstələr və ondan sonra nəzarətdə olmalıdır və xüsusilə Qardasil 9 peyvəndi haqqında yenə də vurğulayıram ki, bu peyvənd xüsusilə gənc qızlarımıza vurulmaqla uşaqlıq boynu xərçənginin ən effektiv profilaktikasıdır. Sağ olun.